Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkəm bu cücələrimi sizə görsədəm. Bunlar deməli fevralın axırı çıxmışdır, 2 ayını keçiblər. Maşallah görürsünüz, necə gözəl olublar. Vəhşidirlər, vəhşi. Belə, Litboğaz xoruzumuza da baxın, kür. Litboğaz 3 dənədir, bir dənə də bax o kirpidir. Bir də qara var orada Litboğaz. Belə. Bunların artıq iynəsinin vaxtıdır, sadəcə o balacalarla birgə vuracağım, bir ayda keçəndən sonra onlar yekəlsin, elə bir vuraq. Belə. Kirpilər keçəli idi, indi уже tükləşiblər. Da prosto bir görək də. Orada da bir tüyük yiyir, ona fikir verirəm. Onun dimdiyini kəsmək lazımdır. Baxın, baxın, oradadır, o Litboğaz tüyük var orada. Biraz dimdiyini kəsmək lazımdır. Deyəsən balalarının yanına getmək istəyir. Bunu ayırmışam ananı baladan. Belə. Bunlara deməli oksitetrasgen iynəsi vuracağam hələlik. Oje belə deyək də sağalsın. Ya şeyləri varsa da nəsə bir xəstəlik zət ola bilər. Çünki promoy H vaksini vurmayacağam. Sonra isə başlayacağam obislər də yekələndən sonra bir yerdə H vaksini vuracağam. Belə. Bunlar məncə bu ağlar Sussexlə Serebristin qarşıdır. Çünki qaraları çoxdur. Serebristi həm də uzundur, boyludurlar. Serebristlər bax belə olur. Prosto içindən də rəngi elə ola bilər, amma qarası az olur. Bunlarda qara görsüz nətərdir? Bu Sussexdir. Belə. 5, 6, 7, 8, 9, 10, 11, 20 dənədir burada bu cücələr. Bu da qəşəng xoruzdur. Heyrətdən dönməyə oxşur ətdir. Bir dənə də bax orada var qara. Biraz yekəsin, bir aydan sonra bəlkə bunun birini qəşəng kəsdim xəncələ. Belə. Ayaqlar görürsünüz necə gözəl sarıdır. Şeydə böyüklər otluğun içində, ona görə belədir. Bu qəşəng. Gəl buradan incitmə, amma səni niyə bildirsən? Səni mən bir aydan sonra yiyeyim. Həm də bax, bu gözəl. Rəngi qəşəkdən. Bunu damazlıq kimi saxlamaq olar ki, cücələr qəşək ətli olsun. Litboğaz da qəşək xoruzdur. Dostlar, bunlar biridirlər.
Belə. Ümumiyyətlə saxlayanda yekə, toyuq saxlamaq lazımdır belə və yekə xoruz. Onlardan alınan balalar şey olur, daha ətli olur, həm də yaxşı. Yumurtaları onların iri olur. Düzələr də tez, belə deyək, böyüyür. Belə, indi hələ ki burada belə qalır, ancaq biraz da bir aydan zaten sonra aranı açmaq olar böyük toyuqlarla birgə. Ya da ki hamısını yığıb o birisi bəlkə həyata apardım. Ya da ki şeydə zaten sentyabrda zaten apardım. Yaxşı. Belə. Burada xoruzdur. O nə qarır? Şampun ne işi? Nə qarsan? Her şeydi, baksana aldığının içinden. Belə. Biz də çəkək. İnşallah gələn videolarımı izləyin. Orada Nasota haqqında danışacağım. Həmçinin digər oksitetraskilin zat haqqında məlumatlar verəcəyəm. Yəni bunlara baxdım. Maşallah. Dedim biraz da yekəlsəydik, kəsərdik. Qəşəng xəncəli çıxır. Bunların qəşəng xəncəli olur. Qəşəngdə bax bu yaşıllıqda otu ye. Düzdür, istilərdə xəncəl elə şey olmur, ancaq yemək olar. İnşallah. Elə əzizləyici, artıq videomuzu yekunlaşdıraq. Kanalımıza abone olun, videolarımıza like koyun ve bizi izlemeyi unutmayın. Çünkü birbirinden güzel videolar gelir. Gelen videolarımda da məlumatlar haqqında danışacağım. Lasota, ondan sonra oksitetraskilinin verilmə növündən və s. Yəni faydalı videolar gəlir. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like koyun. Sağ olun, salamat qalın.